Salam əziz mobil dünyası izləyiciləri. Bugünkü videomuzun qısa məzmunu fleş-karta fayl köçürmək, fleş-karta mahnı və ya fayl köçürmək qaydasıdır. Bu video bir çox istəklərə əsasən çəkilir və sonda da kanala abunə olmağı və videonu bəyənib yorum etməyi yaddan çıxarmayın və hər hansı bir problem olsa da ilk videomda yorumda nömrə qoymuşam. Həmin nömrəyə yaza bilərsiniz. İlk öncə bu işi görmək üçün flash kartımızı telefona daxil edirik və bizə yuxarıdan bildiriş gəlməlidir. Bildirişimiz gəldi. Windows, USB Drive və s. kimi bildiriş gəldi. Bunu faylı köçürmək üçün ilk öncə fayl idarəçisi və ya mənim fayllarıma daxil oluruq. Burada istədiyimiz bir fayl seçirik. Mən əvvəlcədən bura bir fayl köçürmüşdüm. Bunun üstünə basılı saxlayıb köçürə basırıq. Və USB yaddaş. Məsələn, mən bunu köçürəm yoxlama yerinə. Buna basıram. Və məndə həmin fayl bir dəfə olduğuna görə həmin faylın adını dəyişdirməsini istədi və gözləyirik. Əgər sizdə həmin fayl varsa, ikinci dəfə o faylı köçürmək üçün hamısına tətbiq edib yenidən adlandıra basa bilərsiniz və bunda həmin fayllardan həmin fayl yenidən yüklənə bilər. Əgər köçürülməsini istəmirsinizsə buraxa basırsınız və orada həmin fayl köçürülmür və gözləyirik ki, faylların köçürülməsi gözləyirik. Burada xarici yaddaşı ayırmaq olmaz. Yəni flash kartı ayırmaq olmaz. Gözləyirik. Biraz indi faylımızın ölçüsü böyük olduğuna görə və köçürüldü. USB cihazına daxil olub yoxlamaya harası köçürdüyümüz bir fayl daxil olub və görürük ki, burada bizim faylımız var. Bəli, faylı köçürdükdən sonra isə biz ayarlara daxil oluruq. Burada telefon haqqında və yaddaşın üzərinə vururuq. Burada bizim həmin cihaz olacaq və USB cihazı çıxarta basırıq və çıxartıldıqdan sonra burada boş USB cihazı tax olmalıdır. Və ondan sonra biz USB cihazımızı çıxarda bilərik. Sağ olun, salamat qalın və kanala abunə olmağı yaddan çıxartmayın.